NTV Səhər öz işini davam etdirir dəyərli tamaşaçılar. Sabahınız xeyirli olsun. Hər birinizə gözəl bir gün arzuluyuruq və biz maraqlı mövzularla proqramımıza qaldığımız yerdən davam edirik. Bəli, dəyərli izləyicilər, studiyamızın növbəti qonaqları var. Çox maraqlı deməli mövzu barəsində yığışıblar bugün studiyamıza. Ümumiyyətlə teatr sənətindən danışacağıq və kukla teatrından. Ümumiyyətlə teatr sənəti insanlara hər zaman fərqli dünyaları göstərən bir incə sənət növüdür. Elə uşaqlıqdan bəri. Bəli, və kukla teatrında xüsusi vurğulayırıq. Burada yalnız uşaqlar deyil, eyni zamanda gənclər, yeniyetmələr də düşünürəm ki, həqiqətən böyük zövq alır. Sözsüz. Bu barədə studiyamızın qonaqları ilə biz söhbətimizi davam etdirəcəyik. Onları təqdim eləyək sizə ilk olaraq. Naxçıvan Dövlət Kukla Teatrının deməli direktoru Səyyad Məmmədov, eyni zamanda həmin teatrın aktyoru İlqar Babayev və aktrisası dəyərli Əfqanə Ələsgərova. Hər birinizi salamlayırıq. Xoş gəlmisiniz. Çox sağ olun, xoş gördük. Necə Səyyad müəllim, sabahınız xeyir olsun. Sabahınız xeyir olsun, çox sağ olun, yaxşıyıq. Mən sizi və bizi izləməkdə olan tamaşaçılarımıza hər birini salamlayıram, sabahları xeyir olsun. Çox sağ olun. Ümumiyyətlə biz bugün kukla teatrından danışırıq və kukla teatrının çox deməli uzun bir keçmişi var ki, yəni tarixi kökləri çox deməli tarixə dayanır, söykənir və bugün də Naxçıvan Dövlət Kukla Teatrının yenilikləri göz qabağındadır deyərdim. İstər tamaşaları ilə, mono tamaşaları ilə, istər yeni üslubları ilə göz qabağındadır və biz kadrlarda görürük. Dəyərli izləyicilər, arxadan monitordan və Səyyad müəllim, bugünkü kukla teatrından danışsaq, fəaliyyətindən danışsaq, yeniliklərdən gəlin başlayaq. Hansı yeniliklər deməli öz fəaliyyətinə başlayıb, gözə çarpır, yeni üslublar var, bunlardan başlayaq elə söhbətimizə. Əlbəttə ki, irəliyən dəqiqələrdə qonaqlarımız da burada, hətta əli boş deyirlər. Düşünürəm ki, bir səhnəcik göstərəcəklər. Buyurun Səyyad müəllim. İlk öncə onu qeyd eləmək istəyərdim ki, Naxçıvan Dövlət Kukla Teatrı Naxçıvan Muxtar Respublikasında uşaqlar və gənclər üçün fəaliyyət göstərən xüsusi əhəmiyyətli teatrlardan biridir. Çünki yetişməkdə olan gənc nəslin biz asudə vaxtlarını çalışırıq ki, səmərəli şəkildə təşkil eləyək. Onları vətənpərvər ruhda və cəmiyyətə, millətə yararlı insanlar olaraq biz öz missiyamızı çalışırıq ki, yerinə yetirək və bu yöndə valideynlərə dəstək olub yetişdirək. Kukla teatrında bir çox yeniliklər olub və biz də komanda olaraq bu yenilikləri, dünyada gedən prosesləri çalışırıq ki, məhz Naxçıvanımızda olan tamaşaçılarımıza da çatdıra bilək, teatrımızda tətbiq eləyərək. 2025-ci ildən başlayaraq biz artıq teatra iki yeni üslub, bir bunrak üslubu, bir də əlcə üslubunu gətirdik və burada tətbiq elədik. Artıq bunrak üslubunda olan bizim tamaşamız demək olar Muxtar Respublikanın bir neçə bölgəsində, həmçinin teatrımızın stasionarında tamaşaçılarımıza təqdim olundu. Bu üslub haqqında mən istəyərdim ki, qısa bir məlumat Bəli, bir qədər hər kəsə də aydın olsun. Bu Yaponiyada olan kukla növüdür. Onlar da belə deyək də milli kukla növlərindən biridir. İnsan boyu olan kuklalardır. Həm uşaqlar üçün maraqlı oldu və sizə inandırım ki, bizim daimi tamaşaçılarımız uşaqlarla yanaşı valideynlərdir. Ən çox elə valideynlər özləri gəlib maraqla izləyirlər onları və təbii ki, görmədikləri yeni bir üslub olanda, tərz olanda həm valideyn üçün, həm uşaq üçün maraqlı olur və o teatrın sehirli ab-havasına düşə bilir. Daha sonra əlcə stili deyirlər. Belə deyək ki, daha kiçik həcmli kuklalarla biz çalışdıq ki, tamaşalarımızı bizim teatr səvərlərə təqdim eləyək və biz bunrak üslubunda hazırladığımız özcə quyu qazan tamaşası oldu. Digər əlcə stilində olan tamaşamız isə güzgü tamaşası idi və bu tamaşalar da həm öz belə deyək ab-havası ilə, həm daxili temporitmi ilə aktyorlarımızın daha doğrusu kuklalara verdiyi həyatla artıq tamaşaçılarla qovuşdu və həqiqətən uşaqlar da, valideynlər də həmin tamaşaları və yeni üslubu çox sevdilər və artıq bizdən tamaşalarının davamını istəyirlər. Səyyad müəllim, ümumiyyətlə kukla teatrı elə bir şeydir ki, mən 29 yaşım var, bugünkü gündə görəndə o tamaşanı özümdə bir təbəssüm yaranır, elə bil qayıdıram uşaqlıq illərimə. Digər teatr növlərindən fərqli olaraq kukla teatrını çətinləşdirən, məsuliyyətini artıran bir sıra amillər var. Yəni siz burada görünmürsünüz. Biz adətən uşaqlıq illərimizdə izləyəndə bizə maraqlı gəlirdi ki, orada kimdir? İndi hazırda efirdən təqdim edirik, o sənətkarları sizə göstəririk. Çox maraqlıdır.
ən çətin məqamlar nədir? Bax, o yeni üslubların tətbiq edilməsində, ümumiyyətlə tamaşaçı zövqünü qazanmaq. Bugünkü gündə biz bilirik, TikTok, Netflix, müxtəlif platformalar həyatımıza daxil olub və bugünkü gündə vaxtımızı daha çox bunlarla keçiririk. Tamaşaçıya nə vəd eləyirsiniz ki, onlar o işlərini, güclərini, digər o vasitələrdən imtina edib gəlib sizi izləsinlər? Eyni zamanda həmçinin indiki dövrdə uşaqlar da razı salmaq bir qədər çətin məsələyə çevrilib, amma siz kifayət qədər bunun öhdəsindən gəlirsiniz. Elə o baxımdan da mətnin vurğuladığı kimi üzərinizə çox böyük bir öhdəlik düşür. Mən bu suala belə cavab vermək istəyirəm. Təbii ki, bugün biz artıq internet dünyasında yaşayırıq, sosial şəbəkələrsiz bizi təsəvvür eləmək olmur. Ancaq teatr elə bir sənət növüdür ki, həm canlı sənətdir, həm sintetik sənətdir, biz buna deyirik və ən əsası biz hər hansı bir filmi dəfələrlə izləsək də müəyyən qədər biz o hissləri yaşaya bilirik. Ancaq teatrda aktyor öz ruhunu, öz bədənini, öz belə deyək ki, istəyini, arzusunu tam ortalığa qoyur və tamaşaçı ilə birbaşa canlı ünsiyyətdə olduğu üçün o hissləri saxta deyil, peşəkar şəkildə çalışır ki, çatdıra və o hissləri nə qədər tamaşaçıya keçirə bilirsə, tamaşanın uğuru, gözəlliyi bir o qədər gözə çarpır. Və bizim üçün ən önəmli olan şey tamaşaçıya o hissi yaşatmaqdır. Oradan onu xoşbəxt şəkildə gülərək yola salmaqdır. Və ümid eləyirəm ki, artıq teatrımız neçə illərdir bunu bacarır və bundan sonra da daha da belə deyək də peşəkarcasına işini davam eləyəcək və yaxşı bir yerlərə gəlib çıxacaqdır. Çünki bizim mənəvi qazancımız, dəyərimiz tamaşaçıdır. Çünki biz aylarla məşq edirik, bilirsiniz. Çıxırıq onu biz 45 dəqiqə, 1 saat ərzində tamaşaçıya çatdırırıq. Yəni zəhmətimizin ən sonda dəyəri nədir? Tamaşaçının alqışı. Tamaşaçı alqışı, Bəli. doğrudur. Yəni bu sizin də işlə belədir, bizim də işlə belədir. Yəni mən hər birimiz arzu edirəm ki, o tamaşaçı sevgisini, alqışını heç zaman itirməyək. Çünki bizim yeganə qazancımız, sənətimizə verilən dəyərimiz ən çox tamaşaçı tərəfindən budur. Bəli. Elə sənəti sənətkardan dinləmək lazımdır. Səyyad müəllim, təbii ki, bu barədə irəliyən dəqiqələrdə yenə ətraflı müzakirə eləyəcəyik. İstəyərdim Məmmədindən sən deyirdinsə buyur. Sənət barədə sənətkardan soruşarlar. İlqar müəllim, sizə bu çətin məsuliyyətli işdə elə bəri başdan uğurlar arzulayırıq, böyük uğurlar diləyirik. Ümumiyyətlə necədir? Bax, bu qədər ildir Kukla Teatrında fəaliyyət göstərirsiniz. Nəyə görə bu sahəni seçdiniz? Ümumiyyətlə, bu sahənin fərqliliyi nədəndir, ibarətdir? Əvvəla sizləri və ekran qarşısında oturan tamaşaçıları salamlayıram. Sabahları xeyir olsun hər birinizin. Yəni, mən belə deyək, özümü dərk eləyən bir gündən sənətlə məşğul olmuşam. Hətta məktəb dövrlərində belə hər zaman gəlirdim, teatrlara baxırdım, köhnə sənətkarlara, hamısına. Kukla teatrına baxırdım. Deyək ki, bizdə belə gendə var da, mənim böyük qardaşım da Kukla teatrın yaranışından onlar, elə bir açılışını onlar iş ediliblər. Bəli, 1989-cu ildə qardaşım ki, yarattı bunlar, Kukla teatrını. Məndə də həvəs var idi. Yəni, bir balaca da deyək ki, belə xarakterə çox üstünlük verdim, önəm verdim ki, uşaqları ələ alayım. Yəni, hər bir heyvanın dili ilə danışmağı, xarakterləri onlara çatdırım. Heyvanın, biz deyək ki, bu siçandır deyə, bunu canlandırırıq, nəfəs veririk. Amma bunu həyatda heç kim görmür ki, bu nəsə demək istəyir. Biz bunun adından uşaqlara, tamaşaçılara, böyüklərə, hər şeyə çatdırırıq ki, yəni, biz də canlıyıq. Təbii ki, çox çətindir, çox məsuliyyət tələb eləyir. Əfqanə xanım, sizi də salamlayırıq, sizə də eyni zamanda uğurlar arzu eləyirik. Elə sualı mən təkrarlamaq istəyirəm, siz nə düşünürsünüz? Mən də əvvəlcə hər kəsin sabahı xeyir, ekran qarşısında əyləşən tamaşaçılarımızı salamlayıram, sizləri salamlayıram. Mən belə deyim də, Əfqanə xanım bu sənətlə yaşayır, Əfqanə xanım bu sənəti sevir, Əfqanə xanım sevərək icra eləyir. Uzun illərdir ki, demək olar ki, kuklalarla bərabər yaşamaq, onlara can vermək, onlara nəfəs vermək, onların xarakterini, onların obrazını balaca dostlarımıza çatdırmaq, yəni bu həm böyük bir məsuliyyətdir, həm də o məsuliyyətlə də bərabər böyük bir sevgidir. Yəni bunu sözlər ifadə etməz. Bir işini sevən aktyor, aktrisa üçün yəni sözlər yetməz. Dediniz sözlər yetməz. Mən bilirəm, tamaşa bu dəqiqə ekran başında oturan hər kəssə gözləyir ki, nə təqdim edəcəksiniz. Ən gözəli elə işi görməkdir, göstərməkdir. Bir maraqlı bir tamaşa, bir hissə təqdim edeyim, biz də zövq alaq. Tıktı xanımla, Siçanla, Tıktı xanımın görüşü, orasını təqdim edək. Tıktı xanım, Səhcə Suray xanım,
Durudaray xanım, sığa verib qaratilə hara gedirsən belə, hə? Çox xoşlandım sözündən. Eləmi? Sevindim üz gözündən. Amma yalqızam mən ellərdə. Dolaşıram çöllərdə. Bir yoldaş axtarıram. Gezirəm diyar-diyar. İnan Aysuray xanım, məntə yoldaş tapılmaz. Yaxşı, gəl ikimiz dost olaq, birlikdə yaşayarıq, yükümüz də az olar. Hə? Yaxşı, dostluğuna sözüm yox. Amma bir söylə görüm hələ. İşte, acıqlandırsam səni, nə ilə döyərsən məni, hə? Səni döymək istəsəm, quyruğumu bükərəm. O incə göz qaşına qara sürmə çəkərəm. Bu şərtlə mən razıyam. Əlini ver, gəl gedək. Çöllərin yalqızıyam. Gedək güllərə sarı, bizim ellərə sarı. Ömür yarı, gün yarı. Gəl bərabər dost olaq. Dost olaq. Axır ki, dost tapdım, dost olaq. Sonunda mən də əziz dost tapdım. dostum, Tüktür xanım. Təşəkkür edirik. Çox sağ olun. Çox gözəldir. Alqışa layiqdir. Ümumiyyətlə, siz az əvvəl bu səhnəci yerdə yetirəndə baxıram, diqqət edirəm, eyni zamanda çox çətindir mətn. Həmin o kuklaları Sinkronizasiya orada. Bəli, ardıcılığı itirməmək, yəni bunun özü də bir peşəkarlıqdır düşünürəm. Ümumiyyətlə, mən bir sual maraqlı ki, Tıktı xanım hara gedirdi? Tıktı xanım artıq bezir, yorulur, özünə dost axtarır. Tıktı xanım həm də bildiyimiz kimi necə desək, dozan qurdudur da, o el arasında deyirlər. O özünə dost axtarır, amma heç kəslə Bəs burada qəbul özünə etmir. dost tapa bildi Tıktı xanım. Bildi, Naxçıvan əlbəttə, televiziyasında. bildi. Burada elə gəldi, burada tapdı. Televiziyasına. Salam Tıktı xanım. Salam. Çox sağ olun. Uğurlarınız bol olsun, tamaşaçılarınız bol olsun və Səyyad müəllim yenidən sizinlə söhbətə qayıdırıq. Deməli, kukla teatrının son dövrlərdə biz qeyd elədik ki, müxtəlif tamaşalarla çıxış ediblər. Eyni zamanda mono tamaşalarınız da olub və sizin səhnələşdirdiyiniz tamaşalar nəinki uşaqlar, biz qeyd etdik ki, böyüklər üçün də, deyilmi, var. Bəs bunun davamı olaraq nələr gözlənilir? İlk öncə onu qeyd eləmək istəyərdim ki, kukla teatrı deyəndə biz adətən hamımız fikirləşirik ki, ancaq kukladan ibarətdir və ancaq uşaqlar üçündür. Bu təbii ki, biraz yanlış düşüncədir, belə deyil. Kukla teatrı daha doğrusu teatrın ən çətin növlərindən biridir və ən geniş qola sahib olan növüdür, belə deyək ki. Çünki burada həm müxtəlif kuklalar vardır, həm ondan əlavə janr etibarı ilə daha fərqli və xüsusiyyətləri vardır. Və biz də çalışdıq ki, bayaq da qeyd elədim, dünyada gedən o proseslərə biz də müəyyən qədər inteqrasiya oluna bilək. Artıq biz ilk addım monotamaşa layihəsi çərçivəsində 6 monotamaşa hazırlamışdıq və bədii şuramıza onları təqdim elədik. 4 monotamaşamız onlar içindən seçildi və uğurla da biz tamaşaçılarımıza təqdim elədik. Elə həmin monotamaşalardan birində İlqar bəy, birində Əfqanə xanım rol alırdı və belə deyim ki, elə özləri yazmışdılar həmin senarilərində, çünki öz həyatlarından, öz talihlərindən götürülmüşdü və senaridə dramaturji baxımdan nə qədər güclü olsa, tamaşaçı bir o qədər daha yaxşı onu qavraya bilir və daha təsirləyici olur. Bəli. Çünki hər biri reallıqdan götürülmüşdü, səmimi idi, belə deyək də. Yəni yazılma xatirinə yazılmamış. Səmimiyyət var idi. Həm onlar üçün belə deyək ki, bir məktəb oldu, yol oldu, yazmaq, oynamaq necə olur. Mən ümid edirəm ki, onlar üçün yaxşı bir təcrübə oldu və gələcəkdə də təbii ki, biz bu yöndə işlərimizi davam elətdirəcəyik. Artıq biz bu yaxınlarda Anton Çexovun Elçilik komediyasını hazırladıq. Bilirsiniz ki, dünyanın bir çox teatrlarında bu tamaşaya müraciət olunub və biz də özümüzə xas, belə deyək də, bir xüsusi bir şəkildə hazırladıq. Həm kuklalarla, həm canlı şəkildə sintez elədik ki, kukla teatrının o estetikası həm pozulmasın, həm tamaşaçılar zövq alsın, maraqlı bir tamaşa görsünlər. Bu tamaşamız da sırf olaraq elə böyüklər üçün nəzərdə tutulmuşdu. Biz sizin əməkdaşlardan da dəvət eləmişdik, gəldilər, izlədilər və Naxçıvanda yaşayan bizim digər ziyalılarımız da orada iştirak edirdilər. Həqiqətən tamaşamız qısa zamanda belə deyək də səs-küyə səbəb oldu, yaxşı mənada. Bizim üçün də xoş oldu ki, aktyorlarımız o tamaşaçı sevgisini bir daha hiss elədilər və işlərinə daha da bağlandılar. Və bundan sonra biz yenidən artıq monotamaşa layihələrimiz başlayır. İşlərimiz çoxdur. Çalışırıq ki, dayanmadan teatrımızın bütün kollektivi fərdi şəkildə monotamaşalara müraciət eləsin. Monotamaşa bilirsiniz ki,
aktyorun pasportudur. Yəni tək oynadığı üçün o bazasında, öz ruhunda nə varsa hamısını məcburdur ki, tam ortalığa qoysun və bilinir ki, aktyorun gücü nə qədərdir. Spontanlıq da olur burada, yoxsa Necə? spontan məqamlar da olurmu? Yəni yaz ssenaridən kənar. Ssenaridən kənar bəli, olur. Daha çox aktyorlar özləri, biz ona improvizasiya deyirik də. improvizasiya. Aktyorlar özləri bəzən olur da, indi bu sözdür. Biz dediyim kimi film deyil də, biz bunu dubl çəkək ki, olmadı bir də çəkək. Canlıdır və səhv olanda da aktyorlar öz o təcrübələrindən istifadə edib artıq o aradan vurub çıxırlar, belə deyək. Hansı bir müxtəlif sözlərdən əvəz edib keçə bilirlər və yaxud da onun oyun tərzinə necə uyğundursa, çalışırlar ki, əsərin o ana fikrinə toxunmadan o şəkildə uyğunlaşdırıb keçsinlər. Fəridə, indiyə qədər kukla əlində belə tamaşa heç rol almısan? Yox, almamışam. İstəyərsən bəs indi baxmaq. Amma risk eləyə bilmərəm axı, çünki mən Bəlkə peşəkarların yoxlayaq. yanında onu eləyə bilmərəm. Təbii ki, biz həvəskar olaraq yoxlaya bilərik. Yoxlaya bilərik. Əlbəttə. Həm də gənclər artıq təcrübə keçirlər. Bəli, Necə bəli. olur bu proses? Elə biz də gənciq, biz də bilmirik. Bizə də bir bunu izah eləyərsiniz. İzah eləyək. Bu kuklalarımız Yəni kapit bu kuklalardır. kuklaların sirri nədədir? Ümumiyyətlə bunları necə cana gətirirsiniz? Necə Bu hərəkətə yapışacağım gətirir? Aha, yerdir. buradan Bu yapışır. oynayacaq. Bu da baş vuranı, aşağı yuxarı. Yəni onun içində mexanizm vardır. Mexanizm. Həm Kontrol, ağzı hərəkət elətdirmək olur, həm başını hərəkət elətdirmək olur və bu çubuqlarla da Yəni qollarını bacardığım sağa hazırda Tutdu xanımın ağzını tərpətdiyim məqamda başqasını bacara bilmirəm. Həqiqətən də çox çətindir Əfqanə xanım, çox çətindir. Çox çətin. Fəridə, gəl materialımızı, növbəti süjetimizə elə bizim qonaqlarımız Kuklalarla təqdim mı? eləsin. O zaman sən təqdim elə də mətin, çünki mən bacarmayacağam. Əziz dostlar, Naxçıvan televiziyasından, NTV-dən hər birinizi salamlayırıq. Növbəti materialımıza keçirik. Növbəti materialımıza keçməzdən əvvəl mən Səyyad müəllimə ümumiyyətlə bu barədə bir fikirlərini almaq istərdim. Səyyad müəllim, bildiyimiz kimi sizin kukla teatrına biz davamlı olaraq gəlirik, çəkilişlər eləyirik və orada daha çox biz gənclərimizi də görürük. Və bu gün gənclər arasında da teatra maraq günü-gündən artmaqdadır. Və ilk dəfədir bildiyim qədərilə də Naxçıvan Dövlət Universitetinin təcrübə keçən tələbələri, daha doğrusu Naxçıvan Dövlət Kukla Teatrında tələbələr təcrübə keçir. Bu baxımdan da onların maraqları genişdir deyə düşünürəm. Yəni qısa olaraq bir fikrinizi bildirin, ardınca elə mətnin təqdim etdiyi sujeti izləyəcəyik bu barədə. Sizin də qeyd elədiyiniz kimi Naxçıvan Dövlət Kukla Teatrında ilk dəfədir ki, Naxçıvan Dövlət Universitetinin İncəsənət Fakültəsinin aktyor sənəti ixtisası üzrə 4-cü kurs tələbələri artıq belə də istehsalat təcrübəsindədirlər, praktikadadırlar. Biz onlara həm kuklaların sirlərini, mexanizmlərini və ümumiyyətlə kukla teatrının nə demək olduğunu aşılayırıq və bütün dünyada gedən o teatr proseslərini və hansı teatrlar var, onların mövcudluğu barədə biz onlarla həm sorğu-sual, həm belə diskussiya şəklində fikirlər bir-birimizə ötürürük və ən əsası da biz artıq o uşaqların belə deyək marağını qazana bilmişik tələbələrin. Biz onlarla yeni bir tamaşa hazırlayırıq, elə kuklalarla olacaq və onlar üçün də inanıram ki, həm yenilik olacaq, həm də unudulmaz bir xatirəyə çevriləcəkdir. Uğur olsun işlərinizdə, hər birinizə təşəkkür edirəm. Çox sağ olun. Dəyərli izləyicilər, növbəti materialımıza keçirik. Siçan bəy hamınızı salamlayır, hamınızı. Gəlin izləyək görək, tələbələr nələr öyrənirlər. Naxçıvan Dövlət Kukla Teatrı bu günlərdə yalnız tamaşalarla deyil, həm də gənc istedadların yetişdirilməsi ilə diqqət çəkir. Burada Naxçıvan Dövlət Universitetinin aktyor sənəti ixtisası üzrə təhsil alan 4-cü kurs tələbələri təcrübə keçirlər. Gələcəyin aktyorları və teatr mütəxəssisləri səhnə arxasının sehirli dünyası ilə yaxından tanış olurlar. Səhnədə kuklalarla məşğələlər aparırıq, kuklaların sirlərini, onlar necə istifadə olunmalıdır və ümumiyyətlə kukla teatrının nə demək olduğunu biz onlara aşılayırıq və çalışırıq ki, onlar kukla teatrı ilə bağlılıq yaratsınlar. Çünki bilirsiniz ki, kukla teatrının özünün xüsusi bir belə deyək, məktəbi yoxdur. Ümumi aktyorluq şəklində bu proses tədris olunur və daha sonra həmin aktyorlar bizim teatra gəldikdə biz artıq qocaman sənətkarlarımız, köhnə aktyorlarımız tərəfindən onlara bu kuklaların sirləri müxtəlif zamanda öyrədilir və onlar artıq bir peşəkar aktyor kimi yetişməyə başlayırlar.
Kukla teatrı zahirdə sadə görünsə də, əslində böyük ustalıq tələb edir. Bir kuklanı hərəkət etdirmək, ona səs və xarakter vermək isə xüsusi bacarıq tələb edir. Tələbələrin burada təcrübə keçməsi həm onların peşəkar formalaşmasına kömək edir, həm də teatr sənətinə marağı artırır. Mən Qafarlı Ayşən, Naxçıvan Dövlət Universitetinin 4-cü kurs tələbəsiyəm. Deməli, bizim 4-cü kursdan praktikamız kukla teatrında olduğu üçün ilk tələbələrik ki, burada praktikan kimi çıxış edirik. Səyyad müəllimin vasitəsilə burada tamaşalar qururuq, kuklalarla necə davranış qaydaları olduğunu öyrənirik. Yəni, bizim üçün bir ilkdir. Onların sözlərinə görə bu təcrübə gələcəkdə peşəkar fəaliyyətə başlamaq üçün böyük məktəb rolunu oynayır. Təcrübə barəsində birinci dəfə ki, biz kuklalarla məşğul oluruq və yəni indiyə kimin canlı, məsəl üçün, obrazlarda oynamışamsa, artıq bugünkü günü təcrübə sayəsində artıq biz kuklalarla da tanış olduq. Bu da çox maraqlıdır, çox əyləncəlidir və bu maraqlı və əyləncəli olmasına da yanaşı həqiqətən də çox çətindir. Çünki kuklalarla oynamaq, onları məsəl üçün o hissi onlara vermək həqiqətən də çox çətindir, amma qıraqdan baxanda çox asan görünür. Naxçıvan Dövlət Kukla Teatrı yalnız uşaqlara sevinç bəxş edən tamaşalar hazırlamır. Eyni zamanda gələcəyin teatr sənətkarlarının yetişməsinə də töhfə verir.